Salam, mən Daşqın Adgözalov. Bugün sizə idarəetmə uçotu fənnindən növbəti bir mövzunu, idarəetmə uçotunda xərclərdən və gəlirlərdən danışacağam. Planımız 3 sualdan ibarətdir. Birinci sual xərclərin və gəlirlərin mahiyyəti, növləri və onların uyğunlaşdırılması. İkinci sual xərclərin təsnifatı haqqında. Üçüncü sual, məhsul istehsalı üçün istifadə olunan istehsal ehtiyatlarına çəkilən xərclərin tərkibi və təsnifatı haqqında məlumat verəcəyəm. İlk öncə kommersiya fəaliyyətinin əsas məqsədi nədir? Kommersiya fəaliyyətinin əsas məqsədi müəssisənin və ya sahibkarın gəlir əldə etməsi, mənfəət qazanması və iqtisadi səmərəliliyin təmin olunmasıdır. Bu fəaliyyət istehsal, satış, xidmət və ya vasitəçilik yolu ilə bazar münasibətləri çərçivəsində reallaşır. Kommersiya fəaliyyəti bazarın tələblərinə cavab vermək, alıcı və istehlakçıların ehtiyaclarını ödəmək və bunun qarşılığında müəssisənin maddi rifahını artırmaq məqsədi həyata keçirir. Bu fəaliyyət çərçivəsində məhsulların və xidmətlərin bazara çıxarılması, qiymətlərin müəyyən olunması, müştəri ilə münasibətlərin qurulması, resursların düzgün idarə olunması və rəqabətə davamlı strategiyaların işlənməsi kimi məsələlər mühüm yer tutur. Kommersiya fəaliyyətinin effektivliyi müəssisənin bazarda mövqeyini möhkəmləndirir, sabit gəlir mənbələri formalaşdırır və uzunmüddətli inkişafı üçün zəmin yaradır. Eyni zamanda bu fəaliyyət yalnız maddi mənfəətlə kifayətlənmir, həm də müəssisənin nüfuzunu, bazar payını və sosial məsuliyyətini artırmağa yönəlmiş yanaşmalar da əhatə edir. Rəqabətli mühitdə fəaliyyət göstərmək üçün müəssisə daimi olaraq yeniliklərə açıq olmalıdır. Müştəri məmnuniyyətinə xüsusi diqqət yetirməli və iqtisadi dəyişikliklərə çevik reaksiya verməlidir. Kommersiya fəaliyyəti yalnız qazanmaq deyil, davamlı uğur və inkişaf üçün kompleks və məqsədyönlü bir fəaliyyətdir. Maya dəyəri məhsulun istehsalına və ya xidmətin göstərilməsinə çəkilən bütün xərclərin pul ifadəsidir. Başqa sözlə, hər hansısa bir malın və ya xidmətin ərsəyə gəlməsi üçün tələb olunan maddi, əmək və digər resursların dəyərinin cəmini əhatə edir. Maya dəyəri iqtisadi fəaliyyətin və maliyyə nəticələrinin əsas göstəricilərindən biridir və müəssisənin rentabelliyinin, qiymət siyasətinin, planlaşdırmanın və idarəetmənin əsas baza ölçüsünü təşkil edir. Maya dəyərində əmək haqqları, sosial sığorta ayırmaları, xam mal və materiallar, elektrik enerjisi, istehsalat avadanlıqlarının amortizasiyası, istehsal sahəsinin saxlanılması ilə bağlı xərclər, texniki nəzarət və keyfiyyət təminatı ilə bağlı xərclər, nəqliyyat və logistika xərcləri, həmçinin istehsal zamanı yaranan digər dolayı xərclər daxildir. Bəzən maya dəyərində idarəetmə və inzibati xərclər də əlavə olunur. Xüsusilə tam maya dəyəri hesablanan zaman bunlar nəzərə alınır. Maya dəyəri yalnız məhsulun istehsal qiymətini göstərmək üçün deyil, həm də satış qiymətinin formalaşmasında, gəlirlilik səviyyəsinin təhlilində, investisiya qərarlarının verilməsində və biznes proseslərinin optimallaşdırılmasına mühüm rol oynayır. Maya dəyərinin aşağı salınması müəssisənin rəqabət qabiliyyətini artırır və mənfəət marjasını genişləndirir. Bunun üçün müəssisələr texnoloji modernləşmə, resursların daha səmərəli istifadəsi, tullantıların azaldılması və proseslərin avtomatlaşdırılması kimi yollarla xərcləri daha səmərəli yönlərdə istiqamətləndirir. Eyni zamanda maya dəyərinin təhlili müəssisəyə hansı sahələrdə artıq xərc çəkildiyini, hansı mərhələlərin səmərəlisi olduğunu göstərir və bu idarəetmək üçün strateji qərarların qəbulu zamanı əsas vasitə hesab olunur. Maya dəyəri qiymət siyasəti üçün əsasdır. Çünki müəssisə məhsulun satış qiymətini müəyyən edərkən ilk növbədə onun maya dəyərinə nəzərə alınır. Maya dəyəri plus mənfəət onun satış qiymətini müəyyən edir. Rəqabət üstünlüyü yaradır. Aşağı maya dəyəri məhsulun qiymətinin daha da rəqabət davamlı olmasını təmin edir. Mənfəətin hesablanmasına təsir göstərir. Gəlirdən biz maya dəyərini çıxdığımız zaman mənfəət əldə etmiş oluruq. Bu baxımdan maya dəyəri müəssisənin maliyyə nəticələrini birbaşa müəyyənləşdirir. İdarəetmə qərarları üçün vacibdir. Maya dəyərinin təhlili
məhsul portfelinin, istehsal üsullarının və əmək bölgüsünün optimallaşdırılmasına imkan verir. Maya dəyərinin tərkib elementləri isə maya dəyərinə daxil ola biləcək əsas xərcləri özündə birləşdirir. Birbaşa material xərcləri, birbaşa əmək xərcləri, dolayı istehsal xərcləri, ümumi və inzibati xərclər, satış və marketinq xərcləri bunlara aiddir. Planlaşdırılmış maya dəyəri, faktiki maya dəyəri, normativ maya dəyəri, tam maya dəyəri, əlavə maya dəyəri, maya dəyərinin əsas növlərindən hesab olunur. Planlaşdırılmış maya dəyəri istehsaldan əvvəl plan əsasına müəyyən olunur. Faktiki maya dəyəri real olaraq istehsal prosesi nəticəsində yaranmış xərclərdir. Normativ maya dəyəri texnoloji və iqtisadi normativlərə əsaslanan xərclər hesab olunur. Tam maya dəyəri bütün xərclərin daxil olduğu ümumi dəyərdir. Əlavə maya dəyəri bir məhsul vahidinin artımı üçün çəkilən əlavə xərclər hesab olunur. Müasir biznes mühitində maya dəyərinin idarə olunması müəssisələr üçün əsas strateji vəzifələrdən biridir. Maya dəyəri sadəcə istehsalın mali istifadəsi deyil, məhsulun həyat dövriyyəsinin əsas göstəricisidir. O, müəssisənin gəlirliyini, dayanıqlığı və bazarda mövqeyi baxımından həlledici rola malikdir. Maya dəyərinin düzgün hesablanması və idarə olunması istənilən biznesin uğurla inkişaf etdirilməsinin əsas şərtlərindən biri hesab olunur. Maliyyə hesabatlarının beynəlxalq standartları kontekstində xərclər və gəlirlərin rolu. Mühasibat uçotunda maliyyə hesabatlarının şəffaflığı, qərar qəbul etmək üçün etibarlılığı və ölkələr arası müqayisəliliyi təmin etmək üçün istifadə olunan əsas standartlar toplusu maliyyə hesabatlarının beynəlxalq standartları hesab olunur. Bu standartlara əsasən xərclər və gəlirlər müəssisənin maliyyə nəticələrinin və mövqeyinin formalaşdırılmasında əsas elementlərdən biridir. Gəlirlər standart nömrə 15 ilə tənzimlənir və standartda gəlirlərə belə bir tərif verilir. Müəssisənin əsas əməliyyat fəaliyyəti nəticəsində aktivlərin artması və öhdəliklərin azalması hesabına iqtisadi mənfəət əldə etməsidir, hansı ki, müəssisənin öz kapitalında artım yaranacaqdır. Gəlirlərin tanınması. Maliyyə hesabatlarının beynəlxalq standartlarının 15 nömrəli hesabatına əsasən maliyyə gəlirlərin tanınması 5 mərhələdən ibarətdir. Birinci, müqavilənin müəyyən olunması. Burada müəssisə və müştəri arasında qarşılıqlı hüquq və öhdəliklər razılaşdırılır. İkinci, öhdəliklərin müəyyən edilməsi. Müəssisənin müştəriyə təqdim etməli olduğu fərdi məhsul və ya xidmətlərin aydınlaşdırılması. Üçüncü, əvəz ödəməsinin müəyyənləşdirilməsi. Müəssisənin həmin məhsul və ya xidmətlər qarşılığında alacağı vəsaitin, yəni pul vəsaitinin burada müəyyən edilməsi öz əksini tapır. Əvəz ödəməsinin öhdəliklər üzrə bölgüsü müəyyən edilmiş ödənişin hər bir xidmət və ya məhsul üzrə bölüşdürülməsi. 5-ci, gəlirin tanınması. Öhdəlik yerinə yetirildikcə gəlir tanınır, yəni nəzarət müştəriyə keçdikcə gəlir uçota alınır. Gəlirin əsas növləri satış gəlirləri, malların və məhsulların satışı, xidmət gəlirləri müəyyən xidmətlərin göstərilməsi zamanı əldə olunur, icarə gəlirləri aktivlərin icarəyə verilməsindən, faiz gəlirləri verilmiş borclardan, dividendlər sərmayələrdən, royaltılar isə əqli mülkiyyət və patentlərdən əldə olunan gəlirdir. Xərclərə gəldikdə isə xərclər maliyyə hesabatlarının beynəlxalq standartları nömrə 1, nömrə 2 və nömrə 38-də əsasən öz əksini tapır. Standarta əsasən xərc, iqtisadi fayda gətirən aktivlərin azalması və öhdəliklərin artması nəticəsində müəssisənin kapitalında azalma yaranan əsas əməliyyatlarla bağlı maliyyə göstəricilərdir. Xərclərin tanınması bir neçə prinsiplərlə həyata keçirilir. İlk öncə uyğunluq prinsipi. Gəlir hansı dövrdə tanınırsa, onunla bağlı çəkilən xərclər də həmin dövrdə tanınmalıdır. Növbəti ehtiyatlılıq prinsipi.
Potensial xərclər və risk gəlirlərdən əvvəl uçota alınmalıdır. Pul daxil olmasından asılı olmayaraq, gəlir və xərclər müvafiq dövrlərdə uçota alınmalıdır. Standarta əsasən xərclərin bir neçə növü var. Birbaşa xərclər, bunlar birbaşa məhsul istehsalının zamanı istifadə olunan xərclərdir. Mal material, xam mal, işçi qüvvəsi və s. bunlara aiddir. İkinci, dolayı xərclər. İstehsalatda dolayı əlaqəli xərclərdir ki, bunlara amortizasiya, inzibati xərclər aiddir. 3. Əməliyyat xərcləri. Gündəlik fəaliyyətin xərcləridir ki, bunlara maşınlara texniki qulluq, elektrik, nəqliyyat və s. aiddir. 4. Amortizasiya xərcləri. 5. Faiz xərcləri. 6. Vergi xərcləri. Vergi dedikdə burada mənfəət vergisi, əlavə dəyər vergisi və digər dövlət xərcləri aiddir. 5-ci itkilər və silinmələr, zay məhsullar aiddir. Standarta əsasən gəlir və xərc arasında düzgün uçot qurulmalıdır. Maliyyə hesabatlarının obyektivliyini və şəffaflığını təmin etmək üçün bu əsas hesab olunur. Mənfəət və ya zərərin dəqiq hesablanmasını mümkün edir. Mülkiyyətçilərin, sərmayədarların, bankların, dövlət orqanlarının və digər maraqlı tərəflərin düzgün qərar qəbul etməsi üçün əsas yaradır. Xərclər və gəlirlər əsasən mənfəət və zərər haqqında hesabatda öz əksini tapır. Balans eyni zamanda bəzi xərclərdə balans hesabatında öz əksini göstərə bilər. Tutaq ki, bir müəssisə bir ədəd məhsulu 100 manata satır. Bu satışdan satış gəliri 100 manat, istehsal xərcləri 60 manat, nəqliyyat xərcləri 5 manat, amortizasiya 10 manat, vergilər 5 manat. Nəticədə xalis mənfəəti hesablayan zaman biz digər xərcləri toplayırıq 60, 5, 10, 15. Yerdə biz əldə etdiyimiz gəlirdən ümumi xərcləri çıxırıq və yerdə bizim xalis mənfəətimiz qalır 20 manat. Maliyyə hesabatlarının beynəlxalq standartlarında xərclər və gəlirlər uçotun əsas komponentlərindəndir. Onların düzgün tanınması, qeydiyyatı və hesabatlarda əks olunması müəssisənin maliyyə vəziyyətini real əks etdirməsinə, investorlar və kreditorlar qarşısında şəffaf olmasına, qlobal bazarda müqayisəli hesabatlar təqdim etməsinə, risklərin daha düzgün idarə olunmasına kömək göstərir. Müəssisənin əsas və digər xərcləri, eyni zamanda əsas və digər gəlirləri. Əsas gəlirlər, bu gəlirlər müəssisənin əsas fəaliyyət dövründən əldə olunur. Əsas gəlirlər müəssisənin davamlı və əsas biznes fəaliyyəti nəticəsində əldə etdiyi gəlirləri əhatə edir. İstehsal müəssisəsində məhsul satışından əldə olunan gəlir, ticarət obyektində malların satışından əldə olunan gəlir, xidmət təşkilatında göstərilən xidmətlərdən əldə olunan gəlir, əsas gəlirlər hesab olunur. Mühasibatda bu gəlirlər satış gəlirləri, əsas fəaliyyət gəlirləri, eyni zamanda gəlir və zərər hesabatında da öz əksini tapır. Sair gəlirlər isə müəssisənin əsas fəaliyyəti ilə birbaşa bağlı olmayan, lakin dövr ərzində yaranan gəlirlərdir. Misal üçün, bunlara faiz gəlirləri, depozitdən və ya verilmiş borcdan gələn gəlir, valyuta məzənnə fərqindən yaranan gəlirlər, aktivlərin satışından əldə olunan gəlirlər, eyni zamanda əvvəlki illərin ehtiyatlarından qalan və istifadə olunmayan məbləğlər, dövlət subsidiyaları və ya birdəfəlik dəstək gəlirləri bunlara aiddir. Bu gəlirlər digər gəlirlər, sair gəlirlər kimi maliyyə hesabatında ayrıca göstərilir. Əsas xərclər. Əsas xərclər müəssisənin gündəlik və əsas fəaliyyətinə aid olan xərclərdir. Bunlar məhsulun və ya xidmətin istehsalı və satışı ilə birbaşa bağlı olur. Məsələn, xam mal və materiallar üçün xərc, işçi əmək haqqısı və sosial ayırmalar, istehsalatda avadanlıqların amortizasiyası, icarə kommunal xidmətlər, nəqliyyat və logistika xərcləri, reklam və marketinq xərcləri aiddir. Bu xərclər satılan məhsulun maya dəyəri, inzibati xərclər və satış xərcləri kimi əks olunur. Digər xərclərə isə
Bu xərclər müəssisənin əsas fəaliyyəti ilə birbaşa əlaqəli olmayan, lakin maliyyə nəticəsinə təsir göstərən xərclərdir. Bu xərclərə faiz xərcləri, valyuta fərqindən yaranan xərcləri, aktivlərin dəyərdən düşməsi, cərimələr və vergi sanksiyaları, əlavə sosial layihələr və ianələr aiddir. Maliyyə hesabatlarında bu xərclər sair xərclər, maliyyə xərcləri, qeyri-əməliyyat xərcləri kimi göstərilir. Xərclərin təsnifatından gəldikdə isə xərclər müəssisənin maliyyə və idarəetmə uçotunda xərclərin müxtəlif əlamətlərə görə qruplaşdırılmasıdır. Bu təsnifat müəssisənin maliyyə analizləri aparması, qərarlar qəbul etməsi, xərclərin planlaşdırılması və optimallaşdırılması baxımından mühüm rol oynayır. Xərclər iqtisadi məzmununa görə bir çox baxımdan fərqlənə bilər. Məsələn, bəzi xərclər birbaşa məhsulun istehsalı ilə bağlıdır, digərləri isə daha çox idarəetmə, satış və ya digər texniki xidmətlərlə əlaqəlidir. Bununla yanaşı, müəyyən xərclər sabit qalır, digərləri isə istehsalın həcminə bağlı olaraq dəyişir. Xərclərin ayrıca mühüm qismi idarəetmə qərarlarında istifadə edilir. Bəzi xərclər qərarların qəbulunda nəzərə alınmalı olur. Misal üçün, dəyişən xərclər, törəmə xərclər və s. Digərləri isə qərarın nəticəsinə təsir etmir. Yaranıb yaranmaması ilə əlaqəlidir. Pul çıxışı tələb edən və ya etməyən xərclər bunlara aiddir. Bunlardan əlavə, mühasibat çotunda xərclər gəlirin əldə olunması və ya aktivlərin dəyərinin artırılması ilə əlaqədar olaraq kapital və ya cari xərclərə də bölünə bilər. Məsələn, avadanlığın alınması kapital xərci sayılır. Halbuki enerji və əmək haqqı üçün bu xərclər cari xərclərdir. Əlavə olaraq, maliyyə hesabatlarının beynəlxalq standartına əsasən bəzi xərclər dərhal xərclər kimi də tanınır. Bəziləri isə aktivləşdirilir və gələcək dövrlərə hesablanır. Məhsul istehsalı müəssisənin əsas fəaliyyət sahələrindən biri olmaqla, bu prosesdə müxtəlif istehsal ehtiyatları, yəni resurslardan istifadə olunur. Bu ehtiyatlara xammal və materiallar, əmək resursları, enerji daşıyıcıları, avadanlıqlar, texnologiyalar, maliyyə ehtiyatları və s. daxildir. Bu ehtiyatlardan istifadə zamanı müəyyən xərclər meydana gəlir və bu xərclərin təsnifatı həm maliyyə, həm də idarəetmə uçotu baxımından mühüm rola malikdir. İstehsal ehtiyatlarına çəkilən xərclərin tərkibi. Birincisi, birbaşa material xərcləri. Məhsulun hazırlanmasında istifadə olunan əsas xam mal və material dəyəri hesab olunur. İkinci, köməkçi materiallar. Buraya rənglər, yapışqan yağlar və s. aiddir. 3. Ehtiyat hissələri ilə və yaxud yarım fabrikatlar. 4. İstehsala buraxılan materialların daşınma və yüklənmə xərcləri. Birbaşa əmək xərclərinə gəldikdə isə istehsal prosesində bilavasitə iştirak edən işçilərin əmək haqqısı, əmək haqqına aid sosial sığorta və digər qanuni ödənişlər aiddir. 3. Dolayı istehsal xərcləri. İstehsal sahəsində saxlanılması ilə bağlı xərclər, elektrik enerjisi, istilik, su və s. Avadanlıqların amortizasiyası, rəhbərlərin əmək haqqısı, təsərrüfat inventarının təmini və amortizasiya xərcləri bunlara aiddir. Texniki xidmət və təmir xərclərini də misal göstərə bilərik. Əlavə istehsal xərclərinə gəldikdə isə istehsal təhlükəsizlik tədbirləri, keyfiyyətin yoxlanılması və texniki nəzarət xərcləri, texniki sənədlərin və layihələrin hazırlanması və s. misal göstərə bilərik. İstehsal ehtiyatlarına çəkilən xərclərin təsnifatına gəldikdə isə birinci, iqtisadi mahiyyətinə görə əmək xərcləri, material xərcləri, amortizasiya və digər xərclər. Əmək xərcləri, əmək haqqı və sosial ayırmalar, material xərcləri, xam mal, material, ehtiyat hissələri və enerji daşıyıcıları, amortizasiya, avadanlıqların, tikililərin, nəqliyyat vasitələrinin dəyərinin köhnəlməsi, digər xərclərə isə xidmətlərin alınması, texniki baxış və s.
İkinci, məhsulların münasibətinə görə birbaşa və dolayı xərclər. Birbaşa xərclər məhsulun maya dəyərinə birbaşa daxil olan xərclərdir. Dolayı xərclər isə birbaşa ölçülə bilməyən, lakin istehsalla bağlı olan ümumi xərclərdir. Əsas və əlavə xərclər. Məhsul istehsalına yönəlmiş əsas ehtiyatlara, yəni xam mallara, materiallara, əlavə xərclər, texniki və inzibati xərclər, yanacaq və enerji təminatı. İstehsal həcminə görə dəyişən və sabit xərclər. İstehsal artdıqca artan xərclər, dəyişən xərclər. İstehsalın həcminə birbaşa təsir etməyən, yəni amortizasiya xərcləri sabit xərclər hesab olunur. Uçot və planlaşdırma, plan xərcləri, faktiki xərclər. Plan xərcləri əvvəlcədən müəyyən edilən, normativlərə əsaslanan xərclərdir. Faktiki xərclər isə real olaraq baş verdikdən sonra müəyyən olunur. Pul formasında istifadəsinə görə pul xərcləri və natural xərclər. Pul xərcləri birbaşa ödəmələr tələb edir. Natural xərclər isə müəssisənin daxili resursları ilə yerinə yetirilir. Bu xərclərin dəqiq uçotu və təhlili maya dəyərinin düzgün hesablanmasını, məhsulun satış qiymətinin müəyyən olunmasını və mənfəətliliyin analizini təmin edir. İdarəetmə baxımından müəssisənin xərcləri struktur üzrə də izlənilə bilər. Bölmələr üzrə, şöbələr üzrə, layihələr üzrə. Maliyyə hesabatlarının beynəlxalq standartları və idarəetmə uçotu sistemlərində bu xərclər ayrı-ayrı hesablanır və kodlar üzrə izlənir. İstehsal ehtiyatlarına çəkilən xərclər müəssisənin maliyyə dayanıqlığını və məhsuldarlığını, rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biri hesab olunur. Bugünkü mövzumuz bu qədər.